Hayatımızda bizle çok möhkəm bağlantısı olan bir məqam var, o da namazdır, hər bir müsəlman namazı. Əslində namazı biz necə qılırıq və bizdən öncəki kişilər namazı necə qılardılar? Görə bizim namazlarımız eynidirmi? Abid zahidlərdən, sələflərdən Hatim el-Assam rahimehullah bir dəfə maraq üçün soruşdular ki, keyfə tusalli? Namazı necə qılırsan? Baxın qardaşlar, namazı necə vəsf edir? Deyir, mən namaz qılmamışdan öncə gözəl bir şəkildə dəstəmaz alıram. Və sonra namaz qılacağım yerə gəlib orada sadəcə olaraq otururam. Fikir verirsiniz, namaz elim başlamayıb. Namaz qılacağım yerə gəlib orada sadəcə otururam. Hətta tectəmiə cəvarihi. Orada oturam ta ki bütün üzvlərim, yəni bədən üzvlərim, yəni bir araya gələnə kimi. Baxın, o oturma məqamı qardaşlar, yəni demək olar ki bizim zamanda, bizim aramızda bunu tətbiq edən demək olar ki yoxdur. O namazdan qabaq bir mənəvi hazırlıqdır. Allah xüsus buna ehtiyac olur nafilə namazlarında. Nafilə namazlarında, təhəccüd və qəbul namazlarında. Yəni o şeyi orada tətbiq eləsəz, şək yoxdur ki, fərz namazlarına da əsarət edəcəkdir. Gözəl təsiri ilə əsarət edəcəkdir. Deyir ki, fəəti ili musallaya. Gələm özüm namazgahıma, gözəl bir şəkildə dəst namaz alandan sonra və acilisu fiyhə, hətta təctəmiyə iləyə və əyləşirəm orada ta ki bütün bədən üzvlərim toplanana kimi. Orada necə bir toplama olur qardaşlar? Deməli, sükut bir şəkildə oturursan. İndi sən, bax, oturmuşsan qiblə istiqamətində. Tam təharət üzərində. Gözəl bir dəstəmaz almış şəkildə. Və daha kamildir ki, ən gözəl paltalarını geyinəsən. Liqavli Teala, xudu zinətəkum ində kulli məsəcid. Xudu zinətəkum ində kulli məscidin. Yəni, namazlara getdiyiniz zaman ən gözəl libaslarınızı götürün. Və yaxşı olar ki, gözəl bir qoxu ətiniz olsun. Sələflərdən birinə rivayət olunur ki, deyir, il ərzində pulumu topladım. Ta ki 1000 dirhəmə çatdı. Sonra 1000 dirhəmə gedib bazardan ən nəfis müskü aldım, qoxunu. Bir neçə damcı. Ən nəfis, ən bahalısı. Soruşdular ki, bunu ne üçün aldın? Deyir ki, Rəbbim üçün namazda hüzrünə çıxmaq üçün. Təsəvvür, il ərzində pul yığıb. Yəni, yığdığı məbləğ 1000 dirhəmə çatıb. Bu böyük məbləğdir da. Çox böyük məbləğ. Bir dirhəm, bir gümüşdür. 1000 dirhəm. Gedib o 1000 dirhəmə bir neçə damcı ən nəfis qoxunu alıb, ən bahalı qoxunu alıb. Ne üçün? Gecə təhəccüdə qalxanda o qoxudan sürmək üçün, saçına, başına. Vallahi onun belə təsiri var. Hətta inanırsınız, o qoxunun gözəlliyi səni gecə namazdan qaldırır hərdə. Deyirsən ki, subhanallah, yəni namazı girməmişdən qabaq da orada bir gözəllik var, o qoxunu sürəcəm. Həmçinin sələflərdən gəlib ki, onlardan biri yəni il ərzində pul toplayardı və sonra gedərdi bazara və ən nəfis paltarlardan birini alardı. Çox gözəl bir paltar alardı. Soruşardılar ki, limən həvi? Bu libas kim üçündür? Deyərdi ki, gecə Rəbbimin hüzrünə çıxmaq üçün. Gecə Rəbbimin hüzrünə çıxmaq üçün. Təəccüblənməyin, bunun əsli yəni sələflərdən gəlib. İbn-i Umara radiyallahu anhuma, Allah hər ikisinin və atasına razı olsun. Zövcəsi bir dəfə onu gecə ikən bəzənmiş, düzəlmiş görür. Yuxudan qalxanda görür ki, İbn-i Umar bəzənib. Çox gözəl kıyafətini geyinib, çox gözəl ətirlənib. Deyir, hara? Deyir, ilə liqa. Deyir, kimin görüşünə? Deyir, liqa Rabbi. Və limən təzəyyənt. Yəni, kim üçün belə bəzənmisən? İbn-i Umar yoldaşına deyir ki, elə bir kəs üçün ki, onun üçün bəzənməyə o daha layiqlidir. Yəni, siz elə düşünürsünüz ki, insanlar ancaq sizin üçün bəzənməlidir də. Həyat yoldaşı üçün, insanlar üçün. Amma bir nəfər var ki, o mənim mucidimdir, məni yoxdan var edəndir. Mənim xalikimdir, mənim ilahımdır, mənim Rəbbimdir, mənim xəlilimdir. Yəni, onu hamıdan çox sevirəm. Əslində, bəzənmək üçün daha layiqli olan bir kəs varsa, ən çox odur. Belə onun üçün bəzənmişəm. Bu şəkildə neyinir? Yəni, sanki qadının qəlbinə bir su sərpir ki, yəni, özvə gəl. Mən doğrudan düz yoldayım. Mən elə bir kəs üçün bəzənmişəm ki, namazda o bəzənmək üçün ən layiqdir. Amma bizdən birimiz əfsuslar olsun ki, sübh namazında məscidə görürsən ki, az qalıb peyjamana gəlir. Az qalıb, yəni düz deyil bu. Qardaşlar, düz deyil. Niyə görə düz deyil? Birinci, Quran və sünnənin mənhəci bu deyil. Liqavli Teala, ya bəni Adəmə, xuzu zinətəkum ində kulli məscid. Ey Adəm evlatları, məscidlərə gedəndə bəzənin. Allah Subhanahu Teala Əl-A'raf surəsində, ya bəni Adəmə, xuzu zinətəkum ində kulli məscid. Ey Adəm evlatları, məscidlərə gedəndə bəzənin, zinətinizi götürün. Təfsirlərə baxın, yəni ən gözəl libasınızı geyinin. Neysə, gəldik həmin Hatib İbn-i Assam, rahiməhullah, Zahidil alimin gözəl sözlərə deyir ki, namaza daxil olmamışdan qabaq, əvvəlcə gözəl bir şəkildə dəstəmaz alaram. Yəni, kamil bir şəkildə dəstəmaz alaram və sonra namazgahıma gəlib əyləşərəm. Yəni, sadəcə əyləşərəm. Hətta təctəmiə, ta ki, cəm olsun məndə ə'dai, bütün üzvlərim. Burada bütün üzvləri, yəni insanda Allah təala yaratıb. Birinci ruh var da, hər şeydən qabaq. Bədəndən qabaq ruh var. Ruhum, qəlbim, əqlim, şuurum, bədənim və ə'dai kulləhə. Bütün bədən üzvlərimi toplayıram. Necə toplayıram? Yəni, ben bu saça, barakallah fikri, cəzakallah xeyr. Bu saça mən ayaq üstə qalxacam. Kimin hüzurunda qalxacam? Bu ruhu bu bədənin içərisində yerləşdirəm. Bu ruhu və bu bədəni yaratan hüzuruna qalxacam. Kimin hüzuruna qalxacam? O kəs ki, mənim məbudumdur, ilahımdır.
Məni yoxdan var edəndir. Məni yoxdan var edəndir. Məni əslə icad edəndir. Mənim xaliqimdir, xəlq edənimdir. Musavviri, mənə təsürət verəndir əsla. Mənə sürəti də o verib. Raziqi, mənim ruzu verənimdir. Muhyi və mümiti, məni öldürən və dirilənimdir. Yəni elə bir kəsin özürünə qalacağam ki, mənim əcəlim də onun əlindədir. Dünyaya gəlmə anı da, dünyadan köçmə anı da onun əlindədir. Ruzum da onun əlindədir. Əgər onu qəzəbləndirərəmsə, heç kim məni ondan qurtara bilməz. Bundan önce qövmlər var idi, millətlər var idi ki, onu qəzəbləndirdilər. Ələm tərə keyfə fəal rabbuka bi ashabil fil? Rabbinin ya Muhammed fil ashabının başına nelər gətirdiğini heç görmədin mi? Bundan önce insanlar vardı ki, Allah baxmadı onun nəsəbinə, nəcabətinə. Neynədi? Və imratuhu hammalatel hatab. O da onun həyat yoldaşı da cəhənnəmdə odun daşıyacaqlar. Kimdir? Doğmacı əmsi Peyğəmbər sallallahu aleyhi ve sellem. Allah s.ə.v. onun varına, dövlətinə, karına, nüfuzuna baxmadı. Məkkənin ən nüfuzlu kişisi. Zərni və mən xalaqtu vahida və cəaltu lehu məlen məmduda. Ya Muhammed, o kəsi qiyamət günü mənimlə tək görəcəksən. Onu mənimlə tək başına bırakın. Kimdir bu? Xalid İbni Valid'in atası. Valid İbni Mughira. Məkkənin ən nüfuzlu insanı, ən varlı insanı. Elə bir insan ki, Abu Ləhəb, Abu Cəhil hamısı ondan ehtiyat edirdiler. Məkkenin generalı. Bütün ordular onların əlindəydi. O vəcəaltu lehu məlen məmduda. O kişi ki, Allah Teala ona o kadar mal dövlət vermişdi. Onun sərvəti, onun bostanları Taif'te başlayırdı. Məkke'den 100 kilometre uzaktan. Daha Məkke'ye kim devam edirdi? Hurma bağları, nar bağları, üzüm bağları, daha neler. Ne kadar onun var dövləti vardı. Vəcəaltu lehu məlen məmduda. Övladlarını 5'ini belə düzəldi, 5'ini belə düzəldi. Hətta rivayətə görə onu belə düzəldi, onu belə düzəldi. Onu oğul buradan, onu oğul buradan. Həlim qızlar da vardı. Tamam. Vəcəaltu lehu məlen məmduda. Və bənina şuhuda. O məhhətu lehu təmhidə. Yəni mən elə bir kəsin huzuruna qalxıram ki, yəni heç bir mal, dövlət, mə əğnə anhu maluhu və mə kəsəb, nə yığdığı, nə topladığı, nə qazandığı onu Allahın əzabından qurtara bilmədi. Elə bir kəsin huzuruna qalxıram namazda. Yevmə yequmun nasu li rabbil alamin. O gün, yəni qiyamət günü insanlar alemlerin Rabbinin huzuruna ayaküstə qalxacaqlar. Yevmə yəti la təkəlləmu nəfsun illə biizni. Fəminhum şəqiyyun sə'id. Mən elə bir kəsin huzuruna qalxıram ki, o gün gələndə və o gün gələndə, Subhanahu Teala özü gələndə bir kəsin cingiri çıxmayacaqdır. Bir kəs danışmayacaqdır. Bu Hud surəsində. Taha surəsində fələ tesma'u illə həmsə. O gələndə onun heybətindən, Allah Subhanahu Teala heybətindən sən səslərin tamamilə kəsilməsini görəcəksən. Fələ tesma'u illə həmsə. Yalnız nəfəs səsi eşidəcək. Təsəvvürlə, yəni rəqəm bilinmir də, elə rəqəm yaratılmayıb. Bütün dünyaya gəlmiş və keçmiş bütün insanlar oradadır və bütün dinlər oradadır. Yəni Adəmdən bəri qiyamətə kimi dünyaya gəlmiş getmiş, hətta ölmüş, hətta yarımçı gəlmiş getmiş, hətta ana bətnində belə dünyaya gəlməmişlər, onlar da haşr oldular. Yəni insanların sayı təsəvvür olmaz bir rəqəmdədir. Allah Subhanahu Teala gələndə, təcəlli eləyəndə, o dəhşətli gündə onun heybətindən fələ tesma'u illə həmsə. Bir kəsin səsi çıxmayacaqdır. Yalnız nəfəs səsi gələcəkdir. Ta ki illə mən əzinə lehur-rahmanu və qalə savabə. Yalnız Rahman izin verəndən sonra indi danışa bilərsən. Gəl və danış. Ondan sonra yalnız danışacaqlar. Mən belə bir kəsin huzuruna dururam ki, qiyamət günü müminin üzərinə kənif hicabı atacaqdır. O hicab gözlə görünməyən bir şəffafdır. Onu atandan sonra Allah Teala onu danışdıracaq və onların danışığını heç kim eşitməyəcək özlərindən başqa. Allah Teala müminin bütün eyiblərini, günahlarını ona göstərəcək. Və o pərt olmayacaq. Çünki onların söhbətini iki nəfərdən başqa heç kim görməyəcək. Bu məhşərdədir, qiyamət günü. Alə ruusul xalaiq. Bütün məxluqatın huzurunda. Mən elə bir kəsin huzuruna qalxıram ki, Allah Teala düşmənlərinin üzünə qiyamət günü baxmayacaq. Və onların üzərinə şəffaf olan kənif hicabını atmayacaqdır. Allah Teala onlara sual verəndə o sualı hər kəs eşidəcəkdir. O sualın biabırçılığından, rüsvaçılığından insan elə bir günahlar edib. Və o insan cavab verəndə onun cavabını bütün xalaiq, ruusul xalaiq, bütün məxluqatlar eşidəcəkdir. Allah Teala yəni onu örtməyəcəkdir. Günahlarından təmizləməyəcəkdir, bağışlamayacaqdır. Yəni mən onun huzuruna bu saçı namaza qalxacağam. Elə bir kəsin huzuruna qalxıram ki, qiyamət günü onun ən şiddətli qəzəbləndiyi gündür. O gün elə qəzəblənmişdir ki, nə bundan öncə bu qədər, nə bundan sonra bu qədər heç vaxt belə qəzəblənməmişdi. Subhanallah, sən fikir ver, qiyaməti vəsf edən ayətlərdə nədənsə Cəbbar kəlməsi gəlmir. Rahman kəlməsi gəlir. Fikir verin. Baxın Ən-Nəbə surəsinə, düzdürmü? Ən-Nəbə surəsində nədir? Ar-Rahman gəlir. Yəni Rahman izin vermədən kimsə danışmayacaq. Fikir verin. Nəyi göstərir? Göstərir ki, baxma ki, onun ən şiddətli qəzəbləndiyi gün o gündür. Səbr etmişdi o günə kimi. Və la tahsabannallaha ghafilan amma ya'malul zalimun. Zalimlərin nələr törətdiyindən, nələr etdiyindən Allahın qafil olduğunu güman etmə, düşünmə. İnnəmə yu'axiruhum liyawm. O sadəcə olaraq neyini təxirə salmışdı. İnnəmə yu'axiruhum liyawmin təşxasu fihi'l absar. O elə bir günə təxirə salmışdı ki, o gün gözlər bərələcəkdir, tərsinə çevirəcəkdir. Gözün bəbəyi içəri gələcək, ağı üzərə gələcəkdir. Təsəvvür o gün dəhşətindən. O günə salmışdı. Muhti'ine mukni'i ru'usihim la yartadu ileyhim tarfuhum ve afidatuhum hava. Boyunları bükük olacaqdır. O günün dəhşətindən, gəl qorxusundan yerindən qopub xirtləyin içinə gələcəkdir.
Nəfəs borusu tutacaqdır. Qəlbin yeri və əfidetum hava, boş qalacaq, hava olacaq. Elə bir dəhşətli gün. Və enzirhum yevmel azifeti izil qulubu ladal hanajir kazimin. Onları ya Muhammed inzar et, qorxut. O gün ki, o gün qəlblər yerindən qopub boğazın içində duracaqdır. Və enzirhum yevmel azifeti izil qulubu ladal hanajir. Hancara. Qəlb bura gələcək, qorxun dəhşətindən. Təsəvvür qopub gələcək. Yəni normalda bu həyatda olsa, insanı heç bir ambulans qurtara bilməz də, heç bir həkim klinika. Amma o gün ölüm yoxdur. Ölümü öldürüblər orada. Həyat devam edir. Ona görə bu hadisələrlə, bu ağrıyla, bu sancıyla, bu dəhşətlə həyat devam edir. O gün, bax, onlar namaza gələndə bunu hamısını təsəvvür edirdilər. Bunu hamısını dərk edir, mən bu saçı kimin huzuruna qalxıram. Təəccüblənmə, eyni şey sələflərdən gəlib. Zeynəl Abidin budur. Ali ibn Hüseyin ibn Ali ibn Abi Talib, İmam Əlinin nəvəsi, yəni İmam Hüseynin oğlu. Onun da adı Ali idi. Zeynəl Abidin məşhur. Dəstəmaz alanda görərdilər ki, o saralır, rəngi saralır. Və deyir ki, namaza girəndə də Subhanallah rəngi saralardı. Əməlvə saralardı. Bir dəfə soruşdular ki, sən niyə bu halı keçirsən? Bu nə haldır səni görürük? Dedi ki, vay hakum, sizə yazıqlar olsun. Hələm də dərk eləmirsiniz, siz kimin huzuruna durmusunuz? Hələm də dərk eləmirsiniz ki, bu dəstəmaz nədir, kim üçün hazırlanıb bu? Bir dəfə Zeynəl Abidin ümrəyə də həccə çıxır. Hamı təlbiyə edir. Ləbbeyk Allahumma umratan. Deyirlər, ya imam sən də dinən. Dili tutulur, qorxudan dili tutulur. Deyir, ya imam dinən, Ləbbeyk Allahumma umratan, yola çıxaq. Hamı dəvənin üzərindədir, miqatdadılar. Deyə bilmir. Deyir, niyə demirsən? Deyir, hədisdə gəlib ki, Ləbbeyk Allahumma deyəndə carçı cavab verər. Lə ləbbeyk və lə sə'deyk. Nə ləbbeykin qəbul olunsun, nə də heç bir zaman xoşbəxt olmayasan. Ya bu gəlir cavabda, ya da ki gəlir ləbbeyk vəl xeyru biyedeyk. İkisindən biri gəlir. Bilməm indi hansı mənə gələcək. Deyirlər, ya imam, dinən ləbbeyk Allahumma umratan, təlbiyə baş versin, ümrə niyyəti olsun ki, biz yola çıxaq da. Və məcbur edirlər, deyir, ləbbeyk Allahumma umratan və huşu gedir, dəvədən düşür, təsəvvürlə, huşu gedir. Yəni, onların namaza qarşı, digər ibadətlərə qarşı münasibəti tamam başqa idi. Həmin Hatib ibn Asam rahimehullah deyir ki, oturaram namazgahımda. Deməli, birinci dəstəmaz aldı, yolda saxladıq, dəstəmaz aldı yolda şəkildə və gələrəm namazgahımda oturaram. Hətta təcdimi aleyyə cəvarihi, ta ki mənim bütün, yəni, bədən üzvlərim, hər bir şeyimi taplayana kimi. Sonra nə deyir? Deyir, və sonra qalxaram, ukebbiru bit təhqiq, dəqiq bir şəkildə təkbir eləyərəm. Nə deməkdir dəqiq bir şəkildə təkbir eləyərəm? Düzdür, belə bir təkbir sünnədə gəlməyib, nə də belə gəlməyib. Tamam mı? Səhvdir bu. Amma hər halda belə gəlib axı. Bəzi qardaşlar neyini təkbiri haqqını vermir, belə edir. Belə təkbir olmur qardaş. Belə təkbir olmur. Təkbir necə gəlib? Təkbir gəlib ki, əlin içi qibləyə salam verir. Düzdürmü? Bu şəkildə. Düzdürmü? Baxın. Və iki istiqamətində olur. Allahu Akbar. Düzdürmü? Amma belə eləmək, belə təkbir olur. Deyir ki, və ukebbiru bit təhqiq. Dost doğru bir şəkildə təkbir gətirərəm. Və bu təkbirim deyir mənim Allaha təslim olmuş bir şəkildə olar. Və deyir ki, və əc'alu əl-kə'bətə beynə hacibeyhi. Deyir, Kəbəni düz iki qaşımın ortasında, gözümün önündə təsəvvür eləyərəm. Namaza girəndə bunu təsəvvür eləyərəm. Vəl-cənnətə an yemini. Cənnəti sağımda hiss vəl-nara an şimali. Və cəhənnəm odunu solumda hiss eləyərəm. Və sıratə tahti. Və sıratə təhti. Və sıratı da ayaqlarımın altında hiss eləyərəm. Sanki sıratın üzərində namaz qılıram. Sanki cənnət sağdan görürəm və cəhənnəmi soldan görürəm. Kəbəni də düz önümdə görürəm. Vəl-mələkəl məvt vəra'ad zahri azunnuha axir salati. Və ölü mələyini kürəyimin arxasında, puskuda gözləyən təsəvvür eləyərəm. Sanki mənə axırıncı şans verib, axırıncı namazım kimi gəlib. Və bu şəkildə namaz qılaram deyir. Və urattilu bit-tərtili. Və gözəl bir tərtillə Quran oxuyaram. Və bu mühüm məsələdir, qardaşlar. Quran oxuyanda gözəl səsinizi ki, Allah o səsi veribsə, onu istifadə edin. Gözəl bir şəkildə yəni tərtillə oxuyun. Və oxuduğunuz zaman ayetin mənasını da bilin. Təəmmül edin ki, hətta xuşu gəlsin. Çox insan şəhət edir ki, xuşu yoxdur. Və bir xuşu olmayacaq. İnsan Fil surəsini əzbərləyib, amma mənasını əzbərləməyib. Heç olmasa mənasını əzbərlə. Çətin bir şey deyil. Ərəb dilini bilmədin hələ ki, tamam, heç olmasa mənasını əzbərlə. Və o, yəni Fil surəsini oxuyanda onun mənasını düşün. Və deyir ki, və urattilu bit-tərtil. Və tərtil ilə oxuyaram Quranda. Thumma arka'u bit-təvadu. Və Allaha təvazu bir şəkildə ruku eləyərəm. Ya Abdullah, sən bilirsən, sən rukuya gedəndə bu adi hal deyil. Sən rukuya gedəndə Allah Subhanahu önündə bir təvazükarlıq əlamətidir o. Rukuya getdiyin zaman sənin günahların tökülür. Xəzən yarpağı ağacdan tökülən kimi. Ona görə rukudan belə qopub çıxmağa tələsmə. Tez çıxım, tez qaçım rukuda. Yox. Rukuda qal. Rukuda qal. Ruku əzəmətli ibadətdir. Deyir, thumma arka'u bit-təvadu. Və sonra deyir, təvazu bir şəkildə ruku edərəm. Thumma əscudu bit-təxəşşu. Nə deyir imam? Və sonra xuşu içində neyniyərəm? Səcdəyə gedərəm. Və utbi'uhu bil-ixlas. Və bunların hamısını ixlasla edərəm. Thumma la adri al-qubila minna aw la. Ondan sonra bilmirəm bu namaz məndən qəbul olundu, yoxsa olunmadı. Bax, bu sələfin namazı. Bu sələfin namazı. Amma əfsuslar olsun ki, bizdən birimizin namazı necədir? Kəənnəhu carisun aləl-cəmrah. Sanki közün üzərində oturub. Saçı yanacaq.
Dözə bilmir. Tez, düzdür mü? Thumma yaqra'u naqarat. Və sonra neyinir? Qarğa dimdikləyən kimi dimdikləyir. Kardeşim ne olup? İşim var. Ay kızım ne olup? İmtihanım var. Ay balım ne olup? İşte çatmalıyım. Bu miskin yadından çıkardı ki o iş var, o imtihan var. Onların hamısının müvəffəqiyyəti huzurundan qaçdığının elindedir. Onların hamısının müvəffəqiyyəti huzurundan qaçdığının elindedir. Sen imtihanındaki zihin açlığına tutmuş. Sürətlə oxumağın, vaxtın bərəkəti, müvəffəqiyyətin sen bu sadece kimin huzurundan qaçırsan, elə onun elindedir. Sen bu sadece dolaşır işin var. Kimse orada gözlüyor. Onu orada saklayan var, onu orada kovan var. Bizden kimde? Kimin huzurundan kaçırsan odur. Sen düşünürsen ki buradan tez kaçayım, zikirlerde elemeyeyim, tez taksi sipariş edeyim, sen yandan çıkarmışsan ki hamısı onun elindedir. Sen ona izzet ve celalına uygun bir şekilde saygıyla yanaşsaydın ve hatta iyi bilemez namazda deseydin ya Rab özün de bilsen telesirem. Görüş yerini geç kaldım ya Rab. Vallahi iyi bilemez onu da iste. Göreceksen ki Allah Teala senin için hepsini burada saklayıp gözlüyor. Ya da ki başına bir iş geldi, geç çıktı, sana da geç geldi çattı. Göreceksin ki her şey sana göre planlaştı. Sen öyle bir kesinin huzurundan karşıysan ki asla bütün işlerin açarların elindedir. ما يفتح الله للناس من رحمة فلا ممسك لها وما يمسك فلا مرسل له إلا من بعده. الله سبحانه وتعالى يشرف فائدة الله. هذا وصل الله وسلم وبارك على نبينا محمد وعلى آله وصحبه أجمعين.